Kuzum necə gözəldir. Gözlərin öz gözlərindir. Bəli. Can, gözəlimdir. Elə bildim necə taxım səni. Can, tamam. Sadəcə 12-yə qalır. Gec deyil sənin üçün. Bu səsi yəqin ki, xatırlayırsınız, sosial mediada trend halını almışdı. Buna bənzər videolar hələ də çəkilir. Mən bu videoda həmin müəllimlərin etdiyinin doğru və ya yanlış olmasından danışmayacağam. Tərifləri, komplimentləri edənlərdən deyil, tərif alanlardan danışacağam. Sizcə nəyə görə bu yanaşma şagirdlərin çox diqqətini çəkdi və bunu çox bəyəndilər? Həmin müəllimlərin şagirdliyi artdı. Abituriyentlərdən misal çəkək. Ailəsi, müəllimləri, qohumları, qonşuları tərəfindən daima təzyiq altındadırlar. Həmin şəxslər tərəfindən tənqid olunurlar, qorxudurlar, müqayisə olunurlar. Azərbaycanda müqayisə etmək, müqayisə olunmaq həddindən artıq çox yayılıb. Xalqın uşağı deyimini yəqin ki, eşitmisiniz. O oxudu, sən oxumadın, o ağıllıdır, sən ağıllı deyilsən kimi. Yəqin ki, sən də yaşından asılı olmayaraq müqayisə olunursan və ya özünü kiminləsə müqayisə edirsən. Həmin abituriyentlərin nəticəsi az gəldikdə həddindən artıq reaksiya verilir. Dərsdən kiçik bir yayınmada sanki onları insan deyilmiş kimi davranılır. Bəlkə məqsəd düzgündür, amma bu cür sərt yanaşma həmin yaşdakı insana edilməsi mənə görə doğru deyil. Belə bir psixoloji vəziyyətdə olan uşağı, onun yaşadığı emosional azlığı təsəvvür etmək üçün xüsusi bir empatiya qabiliyyətinə sahib olmaq lazım deyil. Yəni, insan uzun müddət yaxşı söz eşitməyəndə, kiçik bir yaxşılıq görən kimi əlbəttə ona yapışmaq istəyəcək. Çünki orada özünü təhlükəsiz və dəyərli hiss edir. Hələ bunlara şagirdə baxdıqda dahi olub-olmadığını təyin edənləri qatmırıq. Sənin necə dərin başların var, necə ağıllı başların var, maşallah çox dərin başların var, həqiqətən dahiyani başların var. Əlbəttə emosional azlıq çəkən, insan kimi davranılmayan birisi belə böyük bir kompliment aldıqda həmin yerə bağlılıq yaşayacaqdır və buna görə də şagirdlərin artması normaldır. Mənim fikrimcə bu asılılıq belə yarada bilər. Əgər maraq yaransa gələn videoda bu haqqda danışa bilərəm.